8 ölkə, 1741 məktəb, 3000-dən çox şagird. İkinci Türk İnteqrasiya Olimpiyadası bu ildə gərgin mübarizə, uğurlu çıxışlar, parlayan istedadlarla yadda qaldı. Türk xalqlarının zəngin mədəni irsi, ortaq tarix və coğrafiyasına həsr olunan olimpiyadanın finalında 170 nəfər qələbə uğrunda yarışdı. Olimpiada mahiyyətində bir sualda bir neçə fənnin birləşməsi var. Həmçinin türk xalqları arasında əlaqələrin, mədəniyyət, tarix, coğrafiya imkanlarının birləşdirməsini göstərmiş olur. 13-16 yaş məktəblilərdilər və bu məktəblilərin birinci turu öz ölkələrində keçirilib. Seçilmiş şagirdlər bura gəlib. Final mərhələsində biliklərini sınayan şagirdlərdən 20 nəfər qızıl, 20 nəfər gümüş, 20 nəfər bürünc medalla təltif edildi. Ən yüksək nəticə göstərən 3 şagird isə Doğu Akdeniz Universitetindən 100% təqaüd əldə etdi. Türksoy, Azərbaycan Atatürk Mərkəzi, Doğu Akdeniz Universiteti, Turan Universiteti, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və Hədəf Şirkətlər qrupunun təşkilatçılığı ilə keçirilən olimpiyada uğurla yekunlaşdı. Təşkilat Komitəsinin qərarına əsasən 3-cü Türk İnteqrasiya Olimpiyadasının final mərhələsi 2026-cı ildə Ankarada keçiriləcək. Oruc Ələsgərov, Bağır Kərimov, Ramilə Sultanova, Mədəniyyət xəbərləri.